This land is home to ancient villages, stunning nature and rich cultural heritage. People didn't know much about us, partly because Kınalık did not have strong internet connection for many years. My name is İzzet. I was born in Kınalık. Can you see ancient tower over there? Kınalık is a very ancient village. Many different cultures have lived here. Three years ago, I turned this place into a modern and comfortable guest house. Before that, it was difficult. Without internet, there wouldn't be many tourists here. They had to rely on few guidebooks, which had information about Kınalık. It was not easy. Online Azərbaycan mega layihəsi ölkəmizin tarixində ən böyük infrastruktur layihələrdən biridir. İlk dəfədir ki, insanlar harada yaşamalarından asılı olmayaraq eyni sürəti və etibarlı internetə, eyni rəqəmsal imkanlara çıxış əldə edirlər. Salam aleykum, xoş gəlmisiniz. Sürəti olmadı ki, yaxşıdır. Sürət çoxdur, ha, çoxdur sürət. Burada necədir? Burada əladır. There are many rooms in the guest house. My family also lives here. Tourists need to use internet all at the same time. Only high bandwidth network can meet my needs. Here the fiber optic internet is very fast. Fiber bağlantı kənd icmalarında yeni imkanların açılmasına da şərait yaradır. İnsanlar indi öz doğma yerlərində qalaraq məsafədən daha effektiv işləyə, onlayn biznes qura, yeni bacarıqlar öyrənə və ya rəqəmsal ticarətlə məşğul ola bilirlər. Ən böyük arzum rəssam olmaqdır və burada internet mənə çox kömək edir. Geniş zolaqlı internetin fəaliyyətə başlaması bu uşaqların daha əvvəl əldə edə bilmədiyi bilik və bacarıqlar üçün çıxış imkanı yaratdı. I'm surprised about how fast internet is going here. I can use a high-speed internet to video calling my friends and share with them everything what I'm doing here. Biz bu layihəyə təkcə texnoloji modernizasiya deyil, həm də rəqəmsal bərabərsizliyin aradan qaldırılması, əhalinin bərabər rəqəmsal imkanlara çıxışı və dövlət xidmətlərinin rəqəmsal transformasiyasına dəstək kimi baxırdıq. Online Azərbaycan layihəsinin uğurunu təsdiqləyən ən böyük göstəricilərdən biri Azərbaycanın qlobal rəqəmsal reytinqlərdə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırmasıdır. Welcome to my live stream. Corab tıxmaq üçün, xalça palaz tıxmaq üçün qədimdən bizə qalan bir işdir. Huawei-in yüksək texniki potensialı, innovativ həlləri və iri həcmli layihələri qısa müddətdə stabil şəkildə həyata keçirmə təcrübəsi milli rəqəmsal infrastrukturun qurulmasında əhəmiyyətli rol oynadı. Online Azərbaycan mega layihəsinin bazası üzərində 10G və 50G PON kimi qabaqcıl texnologiyaların tətbiqi yaxın gələcəkdə həm ev, həm də biznes segmentində ultra sürətli, etibarlı və geniş zolaqlı internet xidmətlərinin təqdim edilməsinə imkan verəcək. Azerbaijan has a lot of ancient villages. Kınalık is not the only one.
I want to open these villages to the world. I can do this. Xoş gəlmisiniz. Hoş gelmişsiniz. Hoş gelmişsiniz. Hoş qabığı. Xoş gəlmisiniz. Xoş gəlmisiniz. Hoş gelmişsiniz. Welcome.